Qarşılıqlı sadə ədədlər ortaq bölənləri yalnız bir olan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Məsələn, 2 dənə ədəd götürək, 7. 7-nin bölənlərini yazaq. 1, 7, 13, 13-ün bölənləri 1, 13. Bunlara baxırıq. Bunların ortaq böləni ancaq 1-dir. Deməli, 7 və 13 qarşılıqlı sadə ədədlərdir. Məsələn, tək o deyil ki, ancaq sadə ədədlər qarşılıqlı sadədir. Biri mürəkkəb ola bilər. Məsələn, 39 ilə 39-un bölənlərini yazaq. Mürəkkəb ədəddir. 1, 3, 13, 39. De götürək, məsələn, 10, məsələn, 8. 8-in bölənləri 1, 2, 4, 8. Axı, ikisi də mürəkkəb ədəddir, amma öz aralarında qarşılıqlı sadədir. Çünki bunların birdən başqa ortaq bölənləri yoxdur. Yəni, 8 və 39 qarşılıqlı sadə ədədlərdir. Yəni, bu ədədlərin əbobları 1-ə bərabər olacaq. Əbobları 1-ə bərabər olan ədədlərdə belə deyək ki, qarşılıqlı sadə ədədlər olur. Şimdi burada çalışmalara baxaq. Sadə vurğulara ayırmaqla ədədlərin qarşılıqlı sadə ədəd olduğunu əsaslandırın. Məsələn, 24-ü sadə vurğularına ayırdıq. Buradan yazıram. 24-ün sadə vurğuları 2, 12, 2-yə, 6, 2-yə, 3, 3-ə, 1. İndi 35-i sadə vurğularına ayırırıq. 35, 5-ə, 7, 7-yə, 1. Baxaq, buradan görürük, bax, heç bir ortaq vurğuları, sadə vurğuları yoxdur. Yəni, əbobları 1-ə bərabərdir. Deməli, bunlar qarşılıqlı sadə ədədlərdir. Olduğunu əsaslandırın deyir. Digərlərində hər birini sadə vurğularına ayırarsınız. Məsələn, 13, 13-ə, 1, 18, 2-yə, 9, 3-ə, 3, 3-ə, 1. Gördünüz, bax, bu tərəfdə, sağ tərəfinə baxırıq, heç bir ortaq sadə vurğuları yoxdur. Yəni, bunların əbobları 1-ə bərabərdir. Əbobları da 1-ə bərabər olan ədədlər qarşılıqlı sadə ədədlərdir. Yenə 12-ni sadə vurğularına ayırsaq, 2-yə, 6, 2-yə, 3, 3-ə, 1. 17-ni isə 17-yə, 1. Yəni, görürsünüz, ortaq sadə vurğuları yoxdur, əbobları 1-ə bərabərdir. Yəni, bunlar qarşılıqlı sadə ədədlərdir. Digərləri də 12-mi sadə vurğularını ayırıb, əboblarını taparaq göstərərsiniz ki, bunlar qarşılıqlı sadə ədədlərdir. Ədədlər olub-olmadığını müəyyən edin. Deməli, 3 və 4 qarşılıqlı sadədir. Çünki bölənlərini 5 və 7 qarşılıqlı sadədir. Çünki 5-in bölənləri 5 və 1-dir. 1 və 5, bu 1 və 5. 7-nin bölənləri 1 və 7. Birdən başqa ortaq bölənləri yoxdur. 11, 1 və 13, 11, 13 isə 1 və 13. Yəni, ortaq bölənləri yalnız 1-dir. 14 və 24 isə cüt ədədlərdir. Bunlar qarşılıqlı sadə ədədlər ola bilməz. Çünki cüt ədədlər birdən başqa onların 2-yə də bölünür deyə qarşılıqlı sadə deyil. 20 və 60 hər ikisi cütdür deyə bu da qarşılıqlı sadə deyil. 21 və 22 isə qarşılıqlı sadə ədədlərdir. Çünki 21-in bölənləri 1, 3, 7, 21, 22-nin bölənləri 1, 2, 11 və 22. Birdən başqa ortaq bölənləri yoxdur. 35 və 44, 35-in bölənləri 1, 5, 7, 35, 44-ün bölənləri 1, 2, 11, 22, 44. Yəni, görürük ki, birdən başqa ortaq bölənləri yoxdur, qarşılıqlı sadədir. Deməli, burada 5, 7, 11, 13, 21, 22, 35, 44 qarşılıqlı sadədir. 14, 24, 20 və 60 isə qarşılıqlı sadə deyil. İstənilən iki ardıcıl natural ədəd qarşılıqlı sadə ədəddir. Bəli, hansını istəsəniz götürsəniz, görəcəksiniz ki, iki ardıcıl ədəd, məsələn, 7, 8, birdən başqa bölənləri yoxdur. 13, 14, birdən başqa ortaq bölənləri yoxdur. Bunlar qarşılıqlı sadə ədədlərdir.
İki müxtəlif sadə ədəd qarşılıqlı sadə ədəddir. Bəli, ancaq sadə ədədləri seçsək, məsələn 17, 19 2 dənə müxtəlif sadə ədəddir. Bunlar da həmişə qarşılıqlı sadə olurlar. İstənilən iki ardıcıl natural tək ədəd qarşılıqlı sadədir. Bəli, təklər qarşılıqlı sadədirlər. İstənilən iki ardıcıldır. Məsələn 19, 19-dan sonra gələn tək ədəd 21. Bəli, 19 və 21 qarşılıqlı sadə ədədlərdir. Çünki 19-un bölənləri 1, 19, 21-in bölənləri isə 1, 3, 7 və 21. Birdən başqa ortaq bölənləri yoxdur. Yəni bu qaydaları bax yadda saxlayarsınız. 8-də hesablama aparmadan ədədlərin qarşılıqlı sadə ədədlər olub-olmadığını müəyyən edin. Bayaqki qaydaları tətbiq 17 və 18 ardıcıldır deyə, bəli, bunlar qarşılıqlı sadədir. 7 və 11 qarşılıqlı sadədirlər. 20, 21 ardıcıl ədədlər qarşılıqlı sadədir. Ardıcıl olduğuna görə 18, 21 isə hər ikisi 3-ə bölünür deyə bunlar qarşılıqlı sadə deyil. 10, 11 ardıcıldır, qarşılıqlı sadədir. 16, 24 cütdür deyə qarşılıqlı sadə deyil. 32, 33 ardıcıl ədədlərdir deyə qarşılıqlı sadə ədədlərdir. Hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Əbob bilirik ki, bir ədəd digərinə bölünürdüsə, əbobu onların kiçiyinə bərabərdir. 75 25-ə bölündüyünə görə bunların əbobu 25 olur. Ardıcıl ədədlər qarşılıqlı sadə olduğuna görə əbobu 1-ə bərabərdir. Yəni 188, 189 qarşılıqlı sadədir, əbobu 1 olacaq. 100, 100 yəni bərabər ədədlərdir. Bunların əbobu da, yəni bölündüyü ən böyük ortaq bölən 100-ə bərabər olacaq. Yəni 10 deyil də 100-dür cavabımız. Bu qədər. Bu mövzumuz da bitdi.